Allahın 40 il səbri var. Belə ifadə var axı deyirlər, Allahın 40 il səbri. Sizcə müəllim 40 il səbri var, yoxsa məcazi mənada deyilən bir Yox, sözdür? mən deyirəm ki, sizə o 40 il məsələsi Allaha aiddir. O insana aiddir. Yəni ey insan, bir hadisənin, bir işin sonunu görmək istəyirsənsə əgər, onda 40 il səbirli olmalısın. Bəzi hadisələrin üstünün açılmasından ötürü 40 il yaşamaq lazımdır ki, o nəticəni görəsən. Həqiqətən də mənim də 65 yaşım var, mən çox şeylərin sonunu gördüm. Adamların necə doğulduğunu da gördüm, necə öldüyünü də gördüm. Yəni, bilmirəm, mən həyatım bu təcrübələrdən ibarətdir. Mən yazdıqlarım da bu təcrübələrdən ibarətdir. Bir də bax, bu hadisədə danışıram. Dəmir yolu stansiyasında o vaxtı dediyim kimi biz fəhlə işləyirik, atamla birkə işləyirək. Vagonlar gəlir Rusiyadan, kömür gəlir. O kömürün belə lüflar var, onlara açılıb kömür töküldüyü yerə, oradan bel vasitəsilə o kömürü maşınlara ölçü ilə yığılır. Məktəblərə aparılırdı o vaxt kömür. Deməli, biz o işin fəhləliyini edirdik orada. Bizə hər aparanlar 3 manat, 4 manat belə pul verirdilər. Yaxşı pul kazanırdı, çox idi. Gündə elə olurdu 50 manat, 100 manat da hətta pul kazanabilirdi. Yəni, o məsələ o deyildi. Bir gün belə bir ki, vagonu açanda 3 gün, 4 gün çəkirdi də, 70 tonluq vagonlar idi. Biz onları belindən atırdıq maşına. Günün birində yenə də yorulmuşam, tam axşam çağıdır, artıq gələn adamlar azalır. Oturmuşam o dəmir yolu reysinin üstündə. Bir nəfər... Neçə yaşınız var müəllim onda? 17 ya 18, 18 deyil, 17-dir. 17 yaş. Bir nəfər belə kalostoklu adam gəldi, yaxınlaşdı mənə, belə qolumdan tutdu, çəkə-çəkə gətirdi. Atamın yanına. Dedi, heç utanmıyorsan sən. Bu cür uşaq tərbiyə edirlər. Bu nə uşaqdır? Mən belə danışır, başa düşməyirəm ki, bu nə deyir? Düzün deyim ki, atam da durub baxır belə, atam da elə bir başa düşür. Sanki mən nəsə bir günah iş tutmuşam sanki. Belə baxırlar mənim üzümü, başa düşmədim. Heç cavab da verə bilmədim. Sən nə deyirsən axı, mən nə eləmişəm ki? Nəysə belə dedi. Üzüm istəyirəm, axırda da belə tüfürdü ki, bu nə uşaqdır, belə çıxdı. O məni nədəsə oğulluq eləməkdə ittiham edir. Çünki onlar da başqa vagonda işləyirdilər. Başqa vagondan onlar raypo deyirlər, ona gələn produktu boşaldırdılar. Bəlkə də orada işçinin biri produktu götürüb məni tüşləyib, bax, odu eləyən. Bilmədim, mən onu dəqiq deyə bilmərəm. 17 yaş dediniz. 17 yaş. 17, hə, 17 yaş. Məsələn, o vaxt olardı, təxminən 35-40 yaş olardı o adam. Yox, niyə görə deyirəm ki, fikirləşirdi ki, bunun tayları məktəbdə olmalıdır. Yox, o mənada deyil. Yox, o başqa vagonun sahibi idi. Vagondan mal boşaltdırırdı o adam. Oranın işçisidir o. Rayko deyilən müəssisənin işçisiydi. Oradan o mal boşaltdırırdı. Orada produkt gəlirdi. Ola bilsin ki, kimsə oğurlayıb mı, nəsə, o məni oğurluqda ittiham edirdi. Mən elə başa düşdüm. Təsəvvür edirəm ki, mən heç nə tapıb deyə bilmədim. O çıxdı, getdi. Amma mən yenə aciz qaldınız. Ürəyimdə bir yara qaldı. Yara qaldı. Nə idi? Atam da yanında mən çox utancağam, onu sizə deyim. Pərt oldunuz. Atamın yanında səsimi çıxarda bilmirəm. Yəni, o mənə döyüş söymür. Heç ömrümdən mənə ümumiyyətlə mən ailədə döyülmək, söyülmək, işgəncə heç nə görməmişəm. Yəni, belə şeylər olmuyor bizim ailədə. Sadəcə olaraq çəkinirdim, çəkingən idim. Utanırdım, başa düşmədim nədirsə. Neysə. Deməli, bu söhbət belə qaldı. Gəldik evə, içimdə amma elə o yara kimi böyünür. Yəni, yavaş-yavaş indi hər yara bir şey olur da, bir qaysaq bağlayır. Təsəvvür edirəm ki, aradan 20 il keçir. İndi mən artıq 37 yaşım var, o məsələn 57 yaşı var. Təsəvvür edirəm, belə bir şeydir. Amma illərdir mən 20 ildir bu adamı görmürəm. 20 il ərzində bu adamı görməmişəm. Bir dəfə kəndə, həmin o adamın olduğu kəndə getmişəm. Mən bilmirdim, o adam da kətlər, o bilmirdim. Bir yas mərasiminə getmişəm. Yanımda da bir, həmin kətdən olan bir adam vardı. Elə ona görə getmişəm o yas mərasiminə. Orada gördüm ki, bir adam gətirirlər, əlini qolunu tutub gətirirlər. Kordur da, yəni kör adam gətirirlər. Mən baxan kimi tanıdım.
təsəvvür edin ki, mənim ümumiyyətlə göz yaddaşım çox pisdir və yəni adamları ciddi bir hadisə olmayana qədər yadda saxlaya bilmir. Amma adamı 20 ildən sonra görən kimi tanıyır. Çünki insan yaddaşından müəllim silinmir. İnsana pislik eləyən insan heç vaxt yaddaşından silinmir. O tanışımdan soruşdum ki, kimdir, dedi filan kəs. Dedim o kordu, dedi o 20 il kordu. Hesabladım ki, həmin dövrə düşdü bu korona. Ay da, heyrətdə qaldım. Nətər yəni, doğrudan belə bir şey olur. İlahi ədalət. İndi mən bir dənə də ayrı bir misal tamamlayayım. Tarmayla misalları gəlir sadəcə. Bu da maraqlıdır. Qoy bunu deyim, bitirəcəm. Deməli, bu hekayə, bu hadisə mənim çoxdan oxuduğum bir hadisəni yadıma saldı. Demək, bu dərvişlərin müxtəlif təriqətli dərvişlər var. Dərvişlərin bəzilərində belə bir təriqət var, qayda var ki, deməli, o ərmişlik dövrünə çatanda, yəni kamillik dövrünə çatanda, onlar bilirsiniz, ən azından 1000 gündə 40 dənə imtihandan keçirlər. Aşbaz olurlar, nə bilim, mehdər olurlar, odun doğrayan olurlar, su daşıyan olurlar, nə. 40 pilləni, 40 mərhələni keçəndən sonra, yəni onlara artıq dərviş nişanı verilir. Kamilliyə yetişən dərvişlərin bir qaydası var. Onlar deməli getməlidirlər dəlləkə, başların, üzlərin, qaşların, tüklərini təmizlətdirməlidirlər. Bu, onların həmin o kamillik dövrünə çatmasının bir nişanəsi. Bir nişanədir. Nəysə, deməli, indi bir dərviş, o ərmiş dərvişlərdən biri gəlib dəlləkdə oturur, təmizləməlidir tüklərini. Dəllək dərvişin başının yar hissəsini qırxmışdı ki, bu anda bir dənə qoçu, o dövrün qoçusu da, Poluzorlardan biri girir içəri. Gəlir dərvişin başına bir şillə vurur, belə deyir ki, balqa bax, oturur orada, növbə mənimdir. Dərviş sakitcə durur, oturur orada. Bu dəllək bilir bu adamın sıradan adam olmadığını, yəni bu dərvişin. Amma qoçuya da bir söz deyə bilmir, qorxur. Ki, desin ki, bu axı elə belə adam deyil, hörmətli bir adamdır, sən belə təhqir edirsən bunu. Dərviş oturur orada, dəllək bunun başını, üzünü qırxır, nə edirsə, bu qoçu işini bitirəndən sonra durur, gəlir, bir də bir şillə vurur, deyir, balqabaq, keç otur, sərin olur. Bu da sakitcə gəlir, oturur, nəysə. Bu dəllək dükanının önü bir belə dikdirdir. Üstdən aşağı belə daş döşənmiş bir yol. Bu yolda at arabaları gəlib keçir. O qabaq belə idi də, qoşa at qoşulmuş arabaların ortasında bir ox olurdu. O təkərləri döndərməkdən ötürü idi. Atın biri sağa bağlanırdı, biri sola, orta hissəsində o milin ucuna bir dəmir şiş vururdular. Üstdən aşağı gələn at arabası, bu anda da dəlləxanadan düşən qoçu, düz gəlir qoçunun ortasından vurur, qoçu yerində də canını bağışlayır. Bu səsə qıya, bu anda dəllək də gəlir, hamı töküşüb gəlir, dərviş də gəlir, baxırlar ki, ölüb. Dəllək baxır, yerdə qalmış qoçuya, bir də dəlləkə baxır, dərvişə baxır, deyir, dərviş ağa, çox olmadı ki, deyir, vallahi mən o bağışlamışdım. Amma görmür ki, balqabağın da bir Allahı var. Bu mənada, yəni, hadisələrin sonu görməkdən ötürü, doğrudan da insana səbir olacaq. Bunları çox görür. Bəzən səbir eləmək lazım.